Bioloji yaşı və təxmini ölüm tarixini müəyyən edən test hazırlanıb. Amerika Birləşmiş Ştatında yeni texnologiya əsasında hazırlanmış cihaz insanın bioloji yaşını və həyat tərzindən asılı olaraq təxmini ömür müddətini müəyyən edə bilir. Cihaz insan orqanizminin vəziyyətini bir sıra göstəricilər əsasında qiymətləndirir. Bu göstəricilərə stress səviyyəsi, siqaret və alkoqol istifadəsinin nəticələri, eləcə də yuxu keyfiyyəti daxildir. Testdən keçmək üçün insan sadəcə pambıq çubuğu ilə yanağının iç tərəfindən nümunə götürərək laboratoriyaya göndərməlidir. Yeni texnologiya orqanizmin nə dərəcədə köhnəldiyini və həyat tərzinin insan ömrünə necə təsir etdiyini göstərməyə kömək edir. Xidmətin qiyməti isə $250, yəni 425 manat təşkil edir. Texnologiyanın müəllifləri vurğulayıb ki, nəticələr tibbi diaqnoz deyil, lakin istifadəçilərə həyat tərzlərini və gündəlik vərdişlərini yenidən nəzərdən keçirməyə stimul verə bilər.